Bugün dünyanın diplomatik nümayəndələri Azərbaycanın azad edilmiş ərazilərində idilər. Diplomatlar Cəbrayılda böyük qayıdışın şahidi oldular. Zəngilanda isə regionun ən iddialı nəqliyyat layihəsi olan Zəngəzur dəhlizini yaxından gördülər. Bu səfərin əhəmiyyəti sadəcə bərpa işlərini nümayiş etdirmək deyil. Əsas mesaj sülhdür. Şərqi Zəngəzur səfərinin ilk dayanacağı Cəbrayıl rayonunun Harovlu kəndi oldu. Məlumat verildi ki, kəndə 200 ailənin qayıdışı nəzərdə tutulur. Sonra Cəbrayıl şəhəri ziyarət olundu. Diplomatlara böyük qayıdış dövlət proqramı çərçivəsində uğurla icra olunan layihələr barədə məlumat verildi. Daha sonra Zəngilan rayonuna gələn əcnəbi diplomatlar Zəngəzur dəhlizinin tərkib hissəsi olan Həkəri dəmir yolu stansiyasında oldular. Mən əminəm ki, Avropa ilə Asiyanı, əlbəttə ki, ən önəmlisi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması, bütövlükdə Azərbaycanın regional nəqliyyat qovşağı kimi statusunun hiss olunacaq dərəcədə artmasına gətirib çıxaracaq. Diplomatlar Zəngilan rayonunun yenidən qurulan Məmmədbəyli kəndi ilə tanış oldular. Əlbəttə, bütün səfərlər ərzində sülhü təyin etmək və sülh şəraitində yaşamağa uyğunlaşmaq çox çətindir. Diplomatların səfərinin növbəti dayanacağı isə Əhmədbəyli, Horadiz, Mincivan, Ağbənd avtomobil yolu oldu. Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrindən Zəngəzur dəhlizinin tərkib hissəsi olan Ağbənd qəsəbəsindəki dəmir yolu və avtomobil yolu üzərindəki tunellərlə bağlı ətraflı məlumat verildi. Layihəmizdə indiyənə qədər 95% işlər icra olunub. Həmin layihənin tərkib hissəsi olaraq 3 ədəd tunelimiz inşa olunub. Tunellərin ümumi uzunluğu bir hərəkət istiqaməti üzrə 6 kilometr təşkil edir. Ümumilikdə 12 kilometr tunel tikilib artıq indiyənə kimi ikincisi başa çatdırılıbdır. Diplomatlara Horadiz Ağbənd dəmir yolu tuneli haqqında da məlumat verildi. Qeyd olundu ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonuna dək tamamlanacaq. Bu gördüyünüz qapalı sunan düşən ilk Azərbaycana tuneldir. 104-cü kilometrdə 678 metr uzunluğu var tunelin. Bunun çıxışında qaleriya nəzərdə tutulub. Çünki yuxarıdan gördüyünüz kimi dağın ətəyində yerləşir və dağdan potensial olaraq daşların aşmaq riski olduğuna görə burada əlavə qaleriya nəzərdə tutulub. Digər tunelimiz 106-cı kilometrdədir. 1071 metr uzunluğu var tunelin. O da artıq tam tikilib. Hal-hazırda onun giriş portalları tikilir. Burada harca gördüyünüz kimi çıxış portalı tamamlama işləri gedilir. Sonra Zəngəzur dəhlizi regional nəqliyyat şəbəkəsi mövzusunda brifinq baş tutdu. Vurğulandı ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir. İki ölkə müstəqillik qazandıqdan sonra sülhün nə demək olduğunu bilmirdi. Buna baxmayaraq, sülhü müəyyənləşdirmək prosesindəyik. Müharibəni təyin etməyə çox asandır. Çünki söhbət qan, dağıntı və buna bənzər dəhşətli məsələlərdən gedir. Lakin bu vaxt ərzində sülhü təyin etmək və sülh şəraitində yaşamağa uyğunlaşmaq çox çətindir. Zəngəzur dəhlizinin Cənubi Qafqazı dəyişəcəyi, rifah və əməkdaşlıq gətirəcəyi də əcnəbi diplomatların diqqətinə çatdırıldı. Bugün Azərbaycan həm şimal-cənub, həm də şərq-qərb nəqliyyat dəhlizlərinin təşəbbüskarı və aparıcı iştirakçısı kimi qlobal ticarət və iqtisadi inteqrasiyada fəal rol oynayır. Bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biri 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Azərbaycanın yol şəbəkəsinin ümumi uzunluğu 80 min kilometrə çatıb. Nəticələr Azərbaycanın orta dəhliz, şimal-cənub dəhlizi və əlbəttə ki, yeni yaranan Zəngəzur dəhlizinin kəsişdiyi əsas birləşdiriciyə necə çevrildiyini göstərir. Bu, bir zamanlar Azərbaycanın ana hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizi marşrutudur. Sovet dövründə qatarlar bu marşrutdan istifadə edərək həm sərnişin, həm də yük daşıyırdı. Bunu bərpa etmək üçün indi 110 kilometr uzunluğunda Horadiz-Ağbənd dəmir yolu xəttini inşa edirik. Bugün sizə təqdim etdiyimiz bir tunel və Həkəri stansiyasının tikinti prosesi də bunun bir hissəsidir.
Diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzura səfəri Zəngilan məscidi və Zəngilan şəhərində görülən işlərə dair tanışlıqla yekunlaşdı. Rüstəm İkayzadə, Ramik Abbasov, İTV Xəbər, Cəbrayıl, Zəngilan.